Nazirlər Kabineti sığorta ödənişinin verilməsi qaydasına dəyişiklik edib. Yeni qaydaya əsasən işsizlikdən sığorta pulu təyin edildikdə həmin pul vətəndaşın işsiz olduğu tarixdən hesablanacaq. Bəs işsizlikdən sığorta ödənişi vətəndaşlara hansı hallarda təyin olunur? Aidiyyəti qurumun nümayəndəsi aydınlıq gətirib. İşsizlikdən sığorta pulu almaq istəyən vətəndaşların işi daha da asanlaşdı. Bundan sonra vətəndaşa işsizlikdən sığorta təyin edildikdə həmin pul vətəndaşın işsiz olduğu tarixdən hesablanacaq. Nazirlər Kabineti sığorta ödənişinin verilməsi qaydasına dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən sığorta ödənişinin hesablanması üçün sığorta olunanın itirilmiş orta aylıq əmək haqqı onun məşğulluq haqqında qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə yox, sığorta hadisəsinin baş verdiyi tarixdən başlanacaq. Vətəndaş əvvəllər işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edən zaman onun işsiz kimi qeydiyyata alındığı tarixdən əvvəlki 12 və 24 ay sığorta stajına baxılırdı ki, vətəndaş həmin müddət ərzində tam olaraq işləyibmi? Amma yeni qaydaya əsasən vətəndaşın faktiki olaraq işsizliyi hansı tarixdən etibarən başlayıbsa, yəni ki, vətəndaşın əmək müqaviləsinə hansı tarixdən etibarən xitam verilibsə, ondan əvvəlki 12 və 24 ay ərzində olan sığorta stajına baxılacaq və sığorta ödənişinin təyin olunması prosesi həyata keçiriləcək. Əsmər Nəcməddin qızının sözlərinə görə, əvvəlki qaydaya əsasən işsizlərə işsizlikdən sığorta pulu onun işsiz olması tarixindən deyil, işsiz kimi qeydiyyata alınmasından sonra verilirdi. Bu da işsizin bir neçə ayın pulunu itirməsi demək idi. Ancaq yeni tətbiq ediləcək bu qayda vətəndaşın xeyrinə olacaq. Qurum rəsmisi deyir ki, bu ilin əvvəlindən işsizlikdən sığorta haqqında qanuna edilən dəyişiklik işsizlikdən sığorta ödənişinin təyin olunması şərtlərini bir qədər yumşaldıb. İndiyədək qüvvədə olan qaydalara əsasən işsiz o vaxt minimum sığorta ödənişi ala bilirdi ki, onun işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olsun. İndi isə bu müddət 35 deyil 30 aya endirilib. Bundan başqa, sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındıqdan sonra olan 3 ay gözləmə müddəti də ləğv edildi. Yəni ki, sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən etibarən hesablanmağa başladı və işini itirən şəxsin müraciət elədiyi aydan etibarən artıq işsizlikdən sığorta ödənişi almaq hüququ yaranır. Qeyd edək ki, sığorta ödənişi işəgötürən ləğv edildikdə, ştat ixtisarı edildikdə və müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar vətəndaş işdən azad olunduqda ödənilir. İşsizlikdən sığorta ödənişi hüququnun yoxlanılması üçün vətəndaşlar ilk olaraq məşğulluq alt sistemində işsiz kimi qeydiyyata alınmalıdır. Daha sonra isə vətəndaş üçün münasib iş seçmək və digər məşğulluq istiqamətlərinə vətəndaşı yönləndirmək mümkün olmadığı hallarında onun işsizlikdən sığorta hüququnun yoxlanılması prosesi həyata keçirilir. Ömər Xıdırov, Xəzər xəbər.